Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Əziz qardaşlarım, əziz müsəlmanlar, bu günləri Allahın izni ilə, gücü və qüvvəti ilə özümə və sizlərə mühüm olan bir məsələ haqqında danışmaq istəyirəm, xatırlatmaq istəyirəm. Xatırlatmaq xüsusunda Uca Allah şərəfli kitabında buyurur ki: وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Xatırlatmaq istədiyim məsələ o qədər mühümdür ki, subhanallah, bütün insanların, bütün müsəlmanların ehtiyacı olan bir məsələdir. Allah subhanahu və teala Kərim olan kitabında buyurur ki: تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ. Allah subhanahu teala buyurur ki, onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır. Qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Subhanallah. Sizə məlum oldu ki, danışmaq istədiyim, xatırlatmaq istədiyim mövzu gecə namazı haqqındadır. Ayətin ikinci hissəsini oxuduqdan sonra bu ayətlər haqqında inşallah ki, biraz danışmaq və dayanmaq istəyirəm. Elə ki, məqam gəlib o yerə çatdıqda ki, insanlardan bir qismi, necə ki Allah buyurur subhanahu teala, gecə namazına qalxırlar, böyürlərini Allah üçün qalxızırlar və qorxu və ümid içərisində Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Məqam gəlib o yerə çatdıqdan sonra Allah subhanahu teala bu sinif insanlar üçün nəylər hazırlayıb, subhanallah. Baxın, Allah subhanahu teala buyurur ki, etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nələr saxlandığını heç kəs bilmir. Fikir verin, subhanallah. Yəni, Allahdan başqa heç kəs bilmir ki, o sinif insanlar üçün, hansı ki o sinif insanlar qalxırlar, gecə namazları qılırlar Allah üçün, subhanahu və teala, Allah onlar üçün nələr saxladığını Allahdan başqa heç kim bilmir. Sizcə Allahın mükafatı necə olar? O mükafat ki, gizli mükafatdır. Mükafat var, bir də ki, Allahın vədidir, gizli olan mükafat. Subhanallah. Allah bilir ki, o insanlar üçün Allah nələr saxlayıb. Subhanahu və teala. Burada bir fayda var, birinci ayədə. Allah subhanahu teala buyurur ki, وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ. Öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Yəni, bir mənada səndə olan mal, mülk sənin deyil. Səndə olan mal, mülk Allahındır, subhanahu teala. Baxmayaraq ki, sənin milyonların ola bilər, milyardın ola bilər, bil ki, bunu Allah sənə bəxş eləyib. Fikir verin, Allah-u Teala deyir ki, وَمِمَّا رَزَقْنَاهُمْ. Bizim onlara nəsib etdiyimiz, bəxş etdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər. Və sonra bilmək lazımdır ki, nəinki mal, mülk, bütün neymətlər hamısı Allahdandır. Hamısı Allahındır, subhanahu və teala. Səndə olan iki göz, səndə olan iki qulaq, səndə olan ağıl neyməti, qəlb neyməti, sağlam bədən, vallahi bunlar hamısı Allahdandır. Və bunların əvəzini heç cür ödəyə bilmərik. Nə qədər çalışsaq ki, bunların əvəzini ödəyək, heç cür ödəyə bilmərik. Ancaq və ancaq nə etməliyik? Allaha çoxlu şəkildə həmd-sənalar edib, Allaha düzgün şəkildə ibadət etməklə, düzgün şəkildə Allahın istədiyi kimi, əmr etdiyi kimi. Biraz öncə eşitdiyiniz kimi, etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək. Nələr saxlandığını
Heç kəs bilmir. Allahdan başqa heç kəs bilmir ki, Allah Subhanahu teala o insanlar üçün nələr saxlayıb, nələr hazırlayıb. Allahdan dilərəm ki, Allah Teala bizlərə nəsib eləsin Subhanahu teala gecə namazlarına qalxmağı. Həqiqətən gecə namazı Subhanallah elə bir ibadətdir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, bu gecə namazı müminin şərəfidir. Müminin şərəfidir. Düşünün ki, insanların hamısının yatdığı bir vaxt, hamısı yatıb, bütün insanlar yatıb, Subhanallah. Sən qalxırsan, gözəl şəkildə Peyğəmbər sallallahu aleyhi ve sellem örgətdiyi kimi dəstəmaz alırsan, 2 rükət, 4 rükət, nə qədər bacarsan Allaha namaz qılırsın. Nə yaxşı olar ki, gecənin 1/3-də, gecənin 1/3 də hesablanır məğrib namazından sonra. Məğrib namazından sonra başlayır gecə, düz sübh namazına kimi. Sübh namazından öncə yarım saat, 40 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə kimi gecənin 1/3 hesablanır. Bizlərdən birimiz istəsək ki, gecə namazına duraq, şübhəsiz ki, bunun üçün cəhd etmək lazımdır. Bir müddət çalışmaq lazımdır. Bir müddət çalışandan sonra şübhəsiz ki, günahları tərk elə, Allaha dua elə, Subhanahu teala. Allah Subhanahu teala müvəffəq eləyir. Allah Teala müvəffəq eləyir. O insanlar ki, çalışırlar, istəyirlər, cəhd edirlər. Necə ki, bu Allahın vədidir. Allah Teala buyurur ki, وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُولَنَا Kim bizim yolumuzda çalışarsa, cəhd edərsə, biz onu doğruya yönəldərik. Subhanahu teala. Burada başqa bir məqam var. Həmin məqam hansı ki, sən durursan, gözəl şəkildə, biraz öncə dediyim kimi, Peyğəmbər sallallahu aleyhi ve sellemin örgətdiyi kimi dəstəmaz alırsan və Allaha 2 rükət namaz qılırsan. 2 rükət təkbir gətirib, bildiyin surələrdən oxursan, səcdələrdə Allahdan istəyirsən. Rukuda uzun dayanırsan, səcdələrdə uzun dayanırsan. Subhanallah. Subhanallah. Özdə ki, fikir verin, hədisdə keçir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, necə ki, hədisi Əbu Hureyra radiyallahu anh rəvayət edir. Baxın, nə cürünə əzəmətli bir hədis. Deyərdim ki, hədislərin hamısı əzəmətlidir. Bu hədis, subhanallah, hədislərin gözüdür. Hədislərin özəyidir, əslidir. La ilahe illallah. Nə cürünə əzəmətli bir hədisdir. Baxın ki, Allah subhanahu wa ta'ala haqqında Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Yenzilu Rabbuna təbərəkə və teala kullə leylətin iləs-səmai dünya. Allahu akbar. Hine yabqa sulusul leyl əxir. Yaqul, men yed'uni fəəstəcibe leh. Men yes'əluni fəu'tiyeh. Men yestəğfiruni fəəğfirə leh. Abu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem'dən hədisi rəvayət edir. Buyurur ki, uca və ulu Rabbimiz hər gecənin son 1/3-də dünya səmasına inir. Allahu akbar. Və buyurur, düşünün, biraz öncə dedik ki, dəstəmaz almısan və gəlmisən, təkbir gətirib Allahın qarşısında dayanmısan. Bildiyin surələrdən oxursan. Səcdə vaxtında, səcdələrdə deyirsən ki, Allahım, sənin Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm xəbər verib ki, sənin haqqında hər gecə, hədisin rabisi deyir ki, وَذَٰلِكَ يَكُونُ كُلَّ لَيْلٍ deyir ki, bu hər gecə deyir, baş verir deyir. Hər gecə. يَنْزِلُ رَبُّنَا yəni, feil, burada keçən, bu hədisdə keçən feildə feil mudaridir. Feil mudarində nədir? Davamiyyətli olmağı bildirir. Hər gecə baş verir. Və sən həmin məqamda deyirsən ki, ey Rəbbim, sənin Peyğəmbərin sadiqul masduq, doğru danışanların ən doğru danışanı sallallahu aleyhi və səlləm sənin haqqında xəbər verib ki, sən hər gecə göy səmasına, dünya səmasına enirsən. Enib nə deyirsən ey Rəbbim? Baxın, subhanallah. Buyurur ki, uca və ulu Rəbbimiz hər gecənin son 1/3-də dünya səmasına enir və buyurur, mənə dua edən varmı? Onun duasını qəbul edin. Allahu akbar. Bizim dualara ehtiyacımız yoxdurmu? Allahu akbar. Vallahi, kiçikdən böyüyə, böyükdən kiçiyə, qadın, kişi, uşaq, dünyada elə bir insan yoxdur ki, desin ki, mənim heç bir şeyə ehtiyacım yoxdur. İstərsə zəngin insan olsun, istərsə də fəqir insan olsun. Hamının Allaha ehtiyacı var, subhanahu teala. Baxın, Allah subhanahu teala deyir ki, mənə dua edən varmı? Onun duasını qəbul edin. Bu birinci hissəsi. Sonra buyurur ki, məndən istəyən varmı? Ona istədiyini verim.
Məndən bağışlama diləyən varmı? Onu bağışlayım. Allahu Akbar. Yəni bizim günahlarımız, xatalarımız, səhvlərimiz o qədər olur ki, Allahu Akbar, gün ərzində, illər ərzində. Biz düşünün ki, bizlərdən birimiz həddi buluğa çatandan bəri gör nə qədər günahlar etmişik, nə qədər səhvlər etmişik, nə qədər xatalar etmişik. Həmin bu gecələr fürsətdir vallahi. Düşünün ki, Allah Subhanahu wa Taala hər gecə baş verir. Dünya samasına inir. Allahu Akbar. Yerlərin və göylərin sahibi olan Allah. Kəramətli olan Allah Subhanahu wa Taala. Və xitab edir. Məndən istəyən yoxdurmu? Mənə dua edən yoxdurmu? Bağışlanmasını istəyən yoxdurmu? Vallahi bu vaxtlarda yatan insanlar məhrum insanlar. Məhrum insanlar özlərini nəylərdən məhrum edirlər. Nə qədər istəklərimiz var. Nə qədər bağışlanmağa ehtiyacımız var. Baxın, kimsə bizə desə ki, bir il, hər gün saat 5-də, misal üçün sübh namazı 6-dadırsa, 5 tamam, neyniyək? 5 tamam durmalısan, filan bir yerə getməlisən. Deyək ki, 1 kilometr, 2 kilometrlik yer gedəcəksən. Hər gün bir il ərzində sənə 1000 manat pul verəcəklər. Hər dəfə gedəndə sənə 1000 manat pul verəcəklər. Subhanallah, hərə özünü Allahdan yaxşı, Allahdan sonra özünü yaxşı tanıyır, öz nəfsini. Biz belə eləmərikmi? Vallahi bəlkə də gecəni gözümüzə yoxu getməz. Bəlkə saat 4-dən durarıq. Qohum qonşuya, qonu qonşuya, evdə bütün hamıya deyərik ki, nə badə yatıb qalmayım. 1000 manat əldən gedəcəm. Çünki bir ildə gündə 1000 manatdan nə qədər pul edir? Milyarder olacaq, subhanallah. Sən nə bilirsən ki, ey insan, Allah sənə nəylər hazırlayıb, subhanahu teala. Sən nə bilirsən ki, Allah subhanahu sənə nə qədər mükafatlar hazırlayıb. Allah sənə cənnətə hazırlayıb, subhanahu teala. Gecələr qalx, Allaha dua elə. De ki, Allahım mənə Firdevs cənnətini nəsib elə. Bizim onsuz da çalışmağımız, əziyyətimiz, məşəqqətlərimiz hamısı nəyə görədir? Hamısı bu dünyada salih əməllər görmək və Allahın cənnətini qazanmaq. Allah subhanahu teala bizlərə nəsib eləsin. Gecə namazı həqiqətən o qədər əzəmətli ibadətdir ki, o qədər mühüm olan ibadətlərdəndir ki, Allahu Akbar. İslam tarixinə baxanda, yəni Peyğəmbərimizin sallallahu aleyhi ve sellem həyatına sahabələr radiyallahu anhum, ondan sonra gələn tabeinlər, böyük alimlər bu məsələni o cürünə fəhm eləmişdilər ki, yəni onlar kimi ikinci insan yoxdur ki, bu məsələləri, yəni gecə namazı məsələsini fəhm etmiş olan bir insan olsun. Bir günləri bir kişi İmam Əbu Hanifənin yanına gəlir, rahiməhullah. Zəkat haqqında ona sual verir. İtmiş malı haqqında, zəkat bölümündə belə bir qayda var ki, kiminsə malı itərsə, daha doğrusu pulu var, bir yerə qoyub yadından çıxıb. Daha doğrusu itmiş yox, yadından çıxmış. Bilmir ki, harası qoyub, evinin harasına qoyub o pulu, nə qədər axtarıb tapa bilmir. Həmin o yaddan çıxan mal üçün, pul üçün zəkat verilirmi, yoxsa verilmirmi? Bu da ixtilafdır elm əhli arasında. Mövzumuz o deyil. Gəlir İmam Əbu Hanifənin yanına, deyir ki, ey imam, malımı deyir, pulumu deyir, yadımdan çıxarmışam, hara qoymuşam, onun üçün zəkat verimmi, yoxsa verməyimmi? O da ona bir fətva verir. Sonra dönüb gedəndə həmin o kişi İmam Əbu Hanifəyə deyir ki, yaxşı, malımı tapsam da, tapmasam da, bu da başqa bir mövzudur. Bunun mənə ilacını deyə bilərsənmi? Nə cür edim ki, o malı tapmaq üçün? Nə cür edim ki, yadıma düşsün? Subhanallah. Baxın, görün, İmam Əbu Hanifə nə deyir ona? Deyir ki, gecə namazlarına qalx. Fikirəsiz deyir ki, gecə namazlarına qalx. Həmin o kişi fikirləşir ki, subhanallah, bunun gecə namazından nə əlaqəsi var? Bizlərdən elə hamımız bəlkə də bu cürə fikirləşir ki, yəni kiminsə malı itib, yadına düşməsi üçün, onun gecə namazı ilə nə əlaqəsi var? Amma Əbu Hanifə fəqih olaraq ona elə bir cavab verir ki, subhanallah. Həmin o kişi gecə namazına qalxır, elə həmin gecə, hansı ki Əbu Hanifənin yanına gəlmişdi, namazı qılanda ilk rükətlərində yadına düşür, subhanallah. İlk rükətlərində yadına düşür ki, pulu hara qoyub. Ona görə vallahi, biraz öncə dediyim kimi o insanlar anlamışdılar. Gözəl şəkildə fəhm eləmişdilər ki, gecə namazı nədir? Ona görə onlar onun qədrini bilirdilər. Gecələri ibadətlə keçirirdilər. Bəzilərinin həyatlarına baxırsan ki, 40 il, 50 il, bir dəfə də olsa, bir gecə olsa da belə nədir? Gecə namazını tərk eləməyiblər. Ona görə də Allah subhanahu teala onları uzatmışdır. Allah teala onları bütün insanların dilləri əzbər etmişdir. Rahiməhumullah, radiyallahu anhum.
Biz də çalışaq ki, Allahın izni ilə gecələr qalxaq. Ən azından sübh namazından öncə yarım saat, 20 dəqiqə, 25 dəqiqə, 40 dəqiqə qalxıb 2 rükət namaz qılmaq. Bu elə bir haldır ki, 2 rükət qılırsan bu illəri, sabahları 1 gün, 2 gün, 3 gün heç nə olmaz. Bir ay 2 rükət qıl. Sonradan örgəşəndən sonra 4 rükət qıl. Sonradan yavaş-yavaş 6 rükət qıl. Ta Peyğəmbər s.ə.v qıldığı kimi 11 rükətə kimi çatdırana kimi. Və bunun üçün də səbəblər var. Əziz qardaşlarım, bunun üçün də səbəblər var. Bu səbəblər də ciddi səbəblərdir. Çalışıb gündüzlər günahlardan uzaq durmaq. Gündüzlər günah eləyən insanlar gecələr çətinliklə gecə namazına durur. Gündüzlər günahlardan uzaq durmaq. Çalışmaq lazımdır ki, Allahı qəzəbləndirən əməllərdən uzaq olmaq. Nə qədər ki, Allahı razı salan əməlləri etsək gündüzlər, bir o qədər bizim üçün nədir? Səbəb olacaq. Səbəb olacaq ki, biz nədir? Gündüzlər, gecələr Allahın qarşısında durub gözəl şəkildə ibadət eləməyə. Və Allaha dua etmək. Gündüzdən Allaha dua etmək ki, Allahım, mənim üçün asanlaşdı gecələr durmağa. Sənin qarşısında durub namaz qılmaq istəyirəm, ibadət etmək istəyirəm. Və səbəblər var, o səbəbləri aradan götürmək. Yəni, gecələr çalışıb biraz tez yatmaq lazımdır. Bacardıqca, çalışıb hər gün 12-də yatırsansa, fikirləş ki, artıq mən bu gündən başlayıram gecə namazlarına. Bu gün 11-də yatacam. 11-də yatım ki, 5-də durmaq üçün mənim üçün rahat olsun. Nə qədər tez yatsan, o qədər sənin üçün rahat olacaq. Amma yoxsa bizlərdən birimiz Allah qorusun oturub telefonla, nə bilim, futbola baxmaq, nə bilim, başqa şeylər, əməllər, Allah qorusun. Saat 1-ə 2-yə kimi, sizcə həmin adam 5-də dura bilərmi? Həmin adam 5-də dura bilməz. Baxın, subhanallah, mən saydığım əməllər, hansı ki, icazəli əməllər deyirlər. Müsəlmanlara yaraşmaz. Bizim, yəni, o halımızdırmı ki, biz telefonla, nə bilim, futbolla, nə bilim, başqa şeylərlə başımızı qatırıq. Bizim halımız odur ki, biz Allaha ibadət eləyək, subhanallah. Yəni, nə barədə deyirəm bizim halımız? Hamı vəziyyətini bilir. Hamı özünü yaxşı tanıyır. Allah subhanallah sonra bilir ki, onun nə qədər günahları, nə qədər xataları. Bizə yaraşmaz, qardaş. Belə şeylər etmək bizə yaraşmaz. Hətta tabeinlərdən biri gecə namazına qalxır, səhv eləmirəm, sahabələrdən, yoxsa tabeinlərdən, subhanallah, unutmuşam həmin adamın ismini, gecə namazına qalxır, sonra elə olur ki, gecələr ibadəti çox eləyir, səhər sübh namazında cəmaat namazına gedə bilmir. Cəmaat namazına gedə bilmir. Gəlirlər, onu axtarırlar dostları, anasından soruşur, anası deyir ki, bəs gecəni çox qiyamda dayandı, ibadətlə keçirdi, səhər sübh namazına cəmaatla gedə bilmədi. Onlardan biri deyir ki, kaş ki deyir, gecəni yatardı, sübh namazını gələrdi deyir, nəyə? Cəmaatla namaz qılmaq. Fikir verin, subhanallah, gör nəyi nə ilə qiyas eləyirlər. Yəni, bizim halımız nədir? Yoxsa bizdən birimiz, Allah qorusun, oturub telefonla, nə bilim, başqa şeylərlə, hansı ki, bizə aidiyyəti olmayan məsələlərlə saat 2-yə kimi, 1-ə kimi oturan adam sübh namazına dura bilərmi? Gecə namazına dura bilərmi? Xeyr, ona görə bu səbəblərdən ciddi şəkildə istifadə etmək lazımdır. Çalışmaq lazımdır ki, gündüz günahlar etməmək, Allahı qəzəbləndirən əməllərdən uzaq durmaq, zülümdən uzaq durmaq, Allah qorusun. Və Allaha çoxlu dua etmək. Allaha çoxlu dua etmək ki, Allahım, məni müvəffəq elə. Gecə yatmamışdan öncədir. Yerinə girərkən edilən zikirlər. Bunlar hamısı səbəblərdir. Bir budilnik qur, saatı qur ki, filan vaxt durmaq üçün. Bir dəfə, 2 dəfə, 3 dəfə Allahın izni ilə duracaqsan. Xüsusən də dərsin önündə dediyim kimi qış aylarıdır, gecələr uzun olur. Çalışmaq lazım bu fürsətlərdən istifadə eləmək. Vallahi ömür qısadır. Vallahi ömür qısadır. 60 il, 70 il, 50 il. Biz elə fikirləşirik ki, bu qədər yaşayacaq. Amma bilmək olmur. Ölüm dərhal gəlir, subhanallah. Qəflət olaraq gəlir ölüm. İnsan heç gözləmir. Fikirləşsən ki, filan qardaş dünyasını dəyişdi, eşidirsən, filan kəs dünyasını dəyişdi. Cavan adam idi. 40 yaşına çatmamışdı, subhanallah. Ölüm ona görə heç bir nə zamana, nə yaşlıya baxmır. Dərhal sənə gəlir. Qəflətdən sənə gəlir. Bilmək olmaz nə qədər ömrün var. Ona görə nə qədər möhlət diyarındayıq, Allahdan bağışlamamızı diləyək. Allaha ibadətlərimizi gücləndirək. Gecələr qalxıb Allahın qarşısında dayanaq. Bu cür olandan sonra inşallah ki, nəticələri görəcəyik. Uca Allahdan dilərəm ki, Allah subhanahu wa ta'ala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Teala bizi gecələr qalxıb Allahın qarşısında durub gözəl şəkildə ibadət edən qullarından etsin. Allah Teala bizi sözlərimizdə və əməllərimizdə ixlaslı olan qullarından etsin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və atubu ileyk.